Prezidentin qızı Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və gəlini Alyona Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli Balaca Şahzadə əsəri əsasında hazırlanmış tamaşanın nümayişində olublar. Axşam.az xəbər verir ki, bununla bağlı Alyona Əliyeva Instagram hesabında paylaşım edib. Sözü gedən paylaşımı təqdim edirik.